Asılı olmaq xəstəlikdir. Bəli, asılı. Bu artıq Gəldi psixoloji bir insandan xəstəlikdir. da asılı olmayanda deyirik bu da xəstəlik. Nəyə görə deyirlər sevgi Nə oldu? xəstəlikdir? Birindən asılı oldun xəstəlik. Birindən getdin asılı olmadın, ailə dağıldı, falan ne oldu? Nə oldu xəstəlik? Bəs sözüm nədir? Sözün nə mənası? Bu düz söz deyil, onun üçün soruşmaq Çox maraqlıdır. İki Çünki fərd din sağlam və elm olmalıdır. indi müzakirə aparır. Yox, bu faktdır da. Yəni biz əgər asılı oluruqsa, oluruq xəstə. Asılı olmuruqsa da, o yəni oluruq xəstə. Və çözüm nədir? Hə, indi izah eləyim. Deməli, onu bunun ortasında o boşluq var. O boşluq nədən irəli gəlir? Deməli, burada əgər bir bəy və yaxud da bir xanım davamlı olaraq bir-birini yoxluyursa, hətta onu öz dostları ilə görüşməyə O asıllıq qoymursa, deyil. asıllıqdır. Yox, o asıllıq yəni mən deyil. sənsiz qala bilmərəm, birdən o hardadırsa, bu gedər, hardasa kiməsə Yox, rast gələr. mən sənsiz qala bilmirəm, bu sevgidir, eşqdir. Sevgi deyil. Eşqin də müəyyən dərəcələri, qaydaları, xəstəlikdir. tərtibatı var. Yox, xəstəlik Mən deyil. özümlə xoşbəxt olmalıyam, ən birinci bir Baxın, şəxsiyyət kimi. baxın, Mənim xoşbəxtliyim İlham xanım, kimdənsə asılı bir xanım, olmamalıdır. bir həyat Bəli. yoldaşı üçün əgər ayrı qala bilmirsə, bu xəstəlikdir. Xeyr. Baxır da o necə, o həyat yoldaşı baxırı dünyasını da yox, dəyişər. Bəy əfəndi də olur ki, O qadına həyat deyir. yoldaşı dünyasını da Əksi də olur, dəyişə mən bilər. Onu razıyam. atıb gedə də Kişi bilər. də öz xanımı üçün ayrı qala bilmir. Bəzən Səhər kişilər gedir valideyni ilə rayona, paylaşa axşam nə bilmir, olursa olsun qayıdır. qayıdır evinə. Xəstəlikdir, Gedir rayona, bəli. bir səfərə gedirsə, nə olursa olsun kişi qayıdır Bu evinə, yaxşı axşam evində xəstəlik. olmalıyam. Çünki o özü ilə Yox, məşğul bu ola Nəyə bilmir. görə xəstəlik Yaxşı, salır? Bunu neynəməli? istəyirəm Bir sizin bəy, fikrinizi bilin. bir qadın, gəlin qadınlar nümunə. Çünki o qədər qızlarımız var ki, indi yeniyetmə yaşlarındadılar və onlar da keçid dönəmlərindədirlər və düşünürlər ki, bəysiz, oğlansız qala bilmirlər. Və olsun elə həddi buluğa çatmış bir yaşda. Bir qadın, bir kişisiz necə qalsın? O, əgər çox sevirsə, necə o belə özünü idarə altına alsın? O qala bilməyənlərin özünün şəxsiyyətləri ilə bağlı problemləri var ki, xoşbəxtliyini kiməsə bağlayır. Özünü inkişaf elətdirmək, özü ilə məşğul olmaq, öz məsələn fiziki olaraq idmana gedə bilər və yaxud da bir İlham kitab xanım, oxuya bilər, yox, siz nələrinəsə düz məşğul deyirsiniz. ola bilər. Sizin fikrinizi biz düzgün ala bilmirəm, yəni özüm deyirəm. Yəni axı yenə təkrar edirəm. O özünlə necə məşğul Bir olmalı insan ki, fərqi bir mi? kişi öz xanımı üçün qıraqda qala bilmirsə, xanım öz kişi həyat yoldaşı üçün əgər bu tərzdə sizin dediyiniz yanaşma ilə yanaşanda bu niyə anormallıq Uzun sayılır? müddət olsa Niyə təbii özü ilə ki. məşğul olmalı? Biz burada təbliğ edirik illərdir, aylardır ki, milli, mənəvi dəyər, ailə dəyərləri, xanım, kişi, xəyanət filan olmasın, uşaqlar gələcək, nə bilim, dəyərlər filan. Amma siz deyirsiniz ki, özü ilə məşğul olmalıdır. Yaxşı, bu bəy müharibəyə də gedə bilər. Rahim bəy, bu 44 günlük müharibə oldu. Bəyəm o xanımlar hamısı xəstə düşməli idi. O da Yəni milli. onlar 44 uşaqları ilə günlük özləri ilə müharibə, məşğul 44 olmasaydı, günlük müharibə hərbiçi elə ailələri yaradan, var. Bax 44 günlük müharibə eşqini, Səfərə gedən kişilər var, hərbiçi kişilər var. idi ki, O deməkdir ki, yəni ki biz deyək ki, xanım Asılığa kişisiz necə ola bilməz. baxırsan? Çox üzr istəyirəm. O demək ki, xanım kişisiz qala bilməz. O da Yox. özünə kişi O tapmalıdır. kişisiz Onda bu qala psixologiyaya bilməz, o gəlir. mənada Qalır deyil. axı Biz kişisiz qalır, hərbiçi dəyərlərdən kişilər söhbət var. gedir. Komandirovkaya Ailənin, gedən xanımla kişilər var. kişinin arasında olan ülvi məhəbbətdən söhbət Ülvi gedir. məhəbbəti, yəni onu- Cismani məhəbbətdən getmir. Ruhani, Elə mənəvi ruhani məhəbbət də ayrı qala bilir. Qarşılıqlı hörmətdən irəli Rahim bəy, gəlir. elə ruhani məhəbbət ayrı qala bilər. O cismani məhəbbət ayrı qala bilmir, Yox, siz yox, dediniz. mən cismani Çünki demirəm. ruhani üçün sərhəd yoxdur, ruhumuzun sərhəddi yoxdur, amma bədənimizin sərhəddi Burada var. Əgər mən mənəviyyatda ruhani olaraq, psixologiya, yəni elm, konkret hukuk məniyyət bu budur. Mən Və əgər biz buna sevirəmsə, gətirək, mənim bunun- sevgim ruhanidirsə, bunları qala daha biləcəm. Çünki mən onun ruhu ilə uzaqdan uzağa o enerjini Amma- alıb qidalanacağam. Yox, əgər mən cismaniyəmsə, nəfsaniyəmsə, onda siz dediyiniz kimi bir gün qala bilməyəcəm. Onda, bəs mən o Yəni boşluğu konkret sizdən məniyyət. istəyirdim ki, Boşluq o elə boşluğu budur. sizdən istəyirdim Mənəvi ki, boşluqdur. sizin dediyiniz- Mənəvi boşluqdur. Yox, o boşluğu sizdən Bir də istəyirdim ki, siz nəfsani tərəfdən giriş Bəli, edirsiniz. bəli, elə o nəfsani ya boşluqdur. mənəvi tərəfdə. Əgər nəfsani isə ona heç nə ailə demək olar, nə başqa söz demək olar ki, bəzi Yəni özünüz sözlər var, özünüzü demək- təksib elədiniz Rahim Yox. bəy. Siz bu dəqiqə özünüzü Başa milli, mənəvi ailə dəyərlərindən giriş Dostlar, elədiniz. söhbət Siz Xeyr, desəydiniz ki, xeyr. nəfsanidən söhbət gedir, bir kişi filanla, xanımla ayrı qala bilmir. Bu başqa sözdür. Əksinə siz Amma onu təbliğ deməkdənsə elədiniz ki, bir kişi bir qadından ayrı qala bilməz. Əksinə mən dedim ki, bir xanım tam olmalıdır, özü ilə xoşbəxt olmalıdır. Bəlkə heç onun əri yoxdur, bəlkə heç o uşaqları var, böyütməlidir. Başqa O qədər qadınlar var başqa ki. şeydir. Başqa Yəni, mövzumuz. siz- Giriş başqa siz mövzumuz. ailə Sizin dəyərlərindən mənim danışırsınız. fikrimi, Siz ailə sizin mənim dəyərlərindən fikrimi manipulyasiya elədiniz.
Bax, əslində siz psixoloq olaraq, mən də bir fəlsəfəçi olaraq, siz istədiniz mənim fikrimi manipulyasiya edirsiniz, amma eləyə bilməzsiniz. Niyə? Çünki fəlsəfəçi psixoloq yetişdirir. Məsələ bundadır ki, xeyr, söz ondan var. Siz birbaşa daxil oldunuz ki, xanım, kişi siz, olar ki, xanımsız, necə əvvəli başladı, asıllıq, yəni o xanım, kişi, Yaxşı, bu qədər nənələrimiz olub, müharibədən sonra uşaqlarını böyüdüblər. Necə qalıblar onlar? Sual verirəm. Çünki mənəvi zəngin olublar. Çünki onlar uşaqlarına kökləniblər. Zəhmət olmasa sadəcə asılılıq